Dostlar, vaxtınız xeyir olsun. Bugün 5 nömrəli mövzu sınaq imtahanının izahına başlayırıq. Birinci sualımız PowerPoint ilə bağlıdır. PowerPoint-də işarələnmiş əmrin təyinatı nədir? Sözügedən əmr links lent qrupundadır göründüyü kimi və bu lent qrupu hamıya bəllidir ki, insert lent tabındadır. Təyinatı isə slaydları birdən çoxunu bir baxışda baxmaq, görmək onları, eyni zamanda interaktiv məzmun cədvəli yaratmaqdır. Burada söhbət nədən gedir? Deməli, tutaq ki, bizim belə bir təqdimat faylımız var. Baxın, təqdimatı açıram sizin üçün. Və təqdimatın nümayişi üçün bizə çox qısa bir müddət verə bilər ki, 5 dəqiqə ərzində sən bu təqdimatı izah eləməlisən, nümayiş eləməlisən. Ona görə də biz insert tabına gedib, məsələni yekunlaşdırmaq üçün bir qısa müddətdə izah edə bilmək üçün interaktiv məzmun cədvəli yaradırıq. Məsələn, summary zoom əmrindən istifadə edə bilərik. Bu zaman bizə ümumi bir siyahı görsənir. Bizə ən çox lazım olan hansı slaydlar varsa onları seçirik. Bu 4 dənə ola bilər, 5 dənə ola bilər. Bu zaman nə baş verir? Həm təqdimat bölmələrə bölünür, belə fərqli bölmələrə bölünür. Eyni zamanda da birdən çox slaydı bir anda ekranda görə bilərik və nümayiş zamanı da hər hansı birinə toxunub yaxınlaşdıra bilərik. Daha sonra yenə də mouse'un sağ düyməsini sıxıb last view düyməsinin köməkliyi ilə arxaya qayıdıb qaldığımız yerdən davam edə bilərik. Yəni sözü gedən əmr insert tabındandır və təyinatını da bildirdik. İkinci sual, MS Excel-də D4 xanasının nəticəsi nə olacaq? Gəl sualı kəsək, baxaq görək nə əldə edirik burada. Aha. Demək, D4 xanasında average D1, D3 yazılır. Bu da o deməkdir ki, biz D1, D2 və D3 xanalarının nəticələrini tapıb, sonra onları toplayıb sayına bölməliyik. Çünki average ədədə orta anlamına gəlir. ABS modul deməkdir, yəni ədədi mütləq qiymətini çıxardır. Burada -4-ün modulu, modulda -4, eləcə müsbət 4. Vur faktorial B4. B4 xanasında faktorialı, faktorial riyaziyyatda bilirsiniz, məsələn 3 nida ilə ifadə olunur və 1 vur 2 vur 3 belədir. Yəni 6-dır. Nəticə etibarilə müsbət 24 alırıq. Deməli, bu xananın qiyməti 24-dür. Müsbət 24. B3 üstü S2 plus 4. Bu işarə üstü işarəsidir. B3 xanasında 3 qeyd olunub, S2 xanasında da 2 qeyd olunub. Deməli, 3 üstü 2, yəni 3-ün kvadratı plus 4. 9 plus 4, 13 də bu xanadır. Maksimum S1, S4, S1, S4 diapazonunun da ən maksimal dəyəri 8-dir. Deməli, bu xananın da qiyməti olacaq 8. Ümumi yekunda biz 24 plus 13 plus 8 cəmini tapmalıyıq. Bu da 45 eləyir və 45-i də böləcəyik saya, yəni toplananların sayına. Alacağıq 15, yəni C variantı. 23 nömrəli sualla davam edirik. Aparat təminatı mövzusu ilə bağlıdır. Enerjidən asılı deyil və yenidən proqramlaşdırılan daimi yaddaşdır. Enerjidən asılı olmayan daxili yaddaş qurğuları 2 dənədir. Biri daimi yaddaş olan ROM-dur, o biri isə EPROM-dur, yəni Erasable and Programmable ROM. Biz buna deyəcəyik flash yaddaş, başqa adda flash yaddaşdır və hətta demişdik ki, EP ifadəsini YP ilə yadda saxlaya bilirsiniz. Çünki burada YP bizə yenidən proqramlaşdırılan ifadəsinə uyğun gəlir. Deməli, 1-ə uyğun gələcək elə A variantı. Kompüterin konfiqurasiyasının sazlanması vaxt tarixlə bağlı olan məsələ CMOS-dur. B variantı CMOS da adlandıra bilərsiniz. Yalnız cari anda yüklənmiş və icra olunan proqram və faylları yadda saxlayır. Fayllar deməyək, proqramı deyək daha uyğun. Proqramı yadda saxlayır, o da olacaq əməli yaddaş, yəni RAM. Deməli, 1A, 2B, 3C, yəni düzgün cavab elə A variantıdır. Burada registr yaddaş informasiyanın emal olunması zamanı, emal olunduğu yerdir, yəni sıfırlar, birlər şəklində burada emal olunur. ROM çıxmadı, yəni buna uyğun bir şey olmadı. Sabit yaddaşdır, kompüterin daxili yaddaşlarından biridir, elektrik enerjisindən asılı deyil. Davam edirik 24 nömrəli sualla. 25 səhifəlik sənəddir. Bax, bu çox önəmli bir detaldır bu sualda bizim üçün. 25 səhifəlik olduğu üçün. Birinci baxacağımız yer təbii ki, burada kopya yeridir. Bura baxırıq təbii ki. Və burada hansı səhifələrdir? Ümumiyyətlə, səhifə sayı nə qədərdir? Belə açıq yazmaq istəyirəm ki, tam görə biləsiniz. Məsələn, çıxası səhifələr 1, 3, 4, 5, 6, 7,
12, 14, 22, 23, 24, 25. Burada 25'te dayanmalıyıq, çünki səhifə sayı 25-dir. Burada çox verib bizi çaşdıra bilərlər. Ümumi səhifə sayına baxırıq. 1, 2, 3, 4, 5, 6, 9, 10, 11, 12. 12 səhifəmiz var. 12-ni böləcəyik 8-ə. Çünki hər səhifədə 8 səhifə olmaqla çap olunur. Deməli, bizdə bir səhifə tam 8 səhifə, 8 səhifəni əhatə eləyəcək. İkinci səhifəyə isə 4 dənə düşəcək. Ümumi bizə lazım olacaq 2 səhifə. Bu da bir yüzlü olduğu üçün həmin o 2 səhifəni 5 kopyaya vuracağıq. Nəticə etibarilə 10 A4-də ehtiyacımızın olduğunu biləcəyik. Deməli, cavabımız olacaq 10, yəni Y variantı. 25-ci sual. MS-DOS-da düzgün fayl adı deyil. Deməli, MS-DOS-da faylın adlandırılması ilə bağlı Windows-dan ortaq olan cəhətlər var. Məsələn, qadağan olunmuş simvollar və qadağan olunmuş adlar eynidir. Lakin burada onların heç birinə ehtiyac yoxdur. Yalnız MS-DOS-da qısa adlar, yəni 8.3 standartına icazə verilir. Bunu bilməklə bu suala düzgün cavab əldə edə bilərik. Baxın, diqqət edirsinizsə, informatika sözündə 11 simvol var, amma biz demişik ki, nöqtədən əvvəl faylın adında maksimum 8 simvol ola bilər. Və buna görə də A variantı doğru deyil. Digər variantlarda, məsələn, nida işarəsi qadağan olmuş simvollardan deyil. Hansı qadağan olmuş simvollar var? Sual işarəsi var bizdə, ulduz var, qoşa nöqtə, düz xətt, slashlər var, böyükdür, kiçikdir, dırnaq. Bu simvolların heç biri digər variantlarda öz əksini tapmayıb. 26-cı sual, BIOS ya da BIOS desək olar, problem yoxdur, vasitəsilə həyata keçirir. Ümumiyyətlə, BIOS nədir? BIOS daimi yaddaşın içərisinə aiddir, yəni ROM-a aiddir. Təyinatı əməliyyat sistemini xarici yaddaşdan əməli yaddaşa yükləmək, kompüteri ümumilikdə diaqnostika etməkdir. Bax, bir uyğun deyil. Əməliyyat sistemini, qrafik interfeysini təmin etmək əməliyyat sisteminin öz içində olan bir şeydir. Əməliyyat sistemini əməli yaddaşa yükləyir. Doğru fikirdir. Daimi yaddaş, yəni ROM-a daxildir. Bu da doğru fikirdir. Konfigurasiya fayllarını saxlayır. Bu əslində aiddir KMOS-a. Bayaq da gördünüz, yanlışdır. Qurğuların test edilməsi də doğrudur. Çünki BIOS-un içərisində Power on Self Test post mövcuddur ki, o qurğuları testdən keçirilir. Tətbiqi proqramların işinə nəzarəti isə əməliyyat sistemi həyata keçirir. Deməli, cavabımız B variantıdır. 2, 3, 5. 27-ci suala baxırıq. MS Word-də doğru olanları seçin. Format Painter əmri bütün ofislərdə var. Təyinatı nədir? Bir mətn fraqmentinin formatını digərinə mənimsətmək. Və burada heç bir əlavə limitdən söhbət gedə bilməz ki, neçə dəfə mən onu istifadə edə bilərəm. Yanlışdır. Çapda görünməyən simvollar home tabı vasitəsilə göstərilir. Doğru fikirdir. Gəlin əyani şəkildə də baxaq. Söhbət nədən gedir burada? Məsələn, bir hazır Word sənədinin üzərində göstərə bilərik. Açırıq Word-ümüzü. Aha. Çapda görsənməyən simvollar əsasən hansı simvollardır? Bura aiddir abzas işarələri, boşluqlar, gizlədilmiş ifadələr və s. Bunun üçün Homeland tabının paragrafına, oradan da bax gördüyünüz paragraf nişanına toxunmaq kifayət edir. Bu düyməni sıxırıq və çapda görsənməyən simvolları göstərib gizlədə bilirik. Əslində bunu fayl menyusundan da etmək mümkündür. Fayl menyusunda getmək lazımdır Options bölməsinə, oradan Display bölümündən də çapda görünməyən simvolları göstərmək və gizlətmək olar. İndi birlikdə baxırıq. Hələ ki demək Home tabıdır, yəni fayl da ola bilərdi. Sətirlər arası interval font length qrupundadır. Yanlışdır. Sətirlə və abzasla bağlı olan hər şey fontda yox, elə abzas length qrupunda olacaq. Baxın, sətirlər arası məsafə bu düymədir. Paragrafdadır gördüyünüz kimi. Abzasla bağlı olan hər şey yenə paragrafdadır. Sənədə mətnlərin axtarılması, bəli, editingin içərisindədir. Kombinasiyası Ctrl+F-dir. Homeland tabının editing length qrupunun içərisində öz yerini alır. Doğru idi. Düzgün cavabımız C variantı 2 ilə 5. 28 nömrəli sualımızı kəsirik. Onluq sayı sistemində ifadə olunmuş 513 ədədini ikiliyə çevirmək lazımdır. Baxaq görək, neçə ədəd 1-ə ehtiyac duyulacaq buradan. 513 ədədini bölə-bölə də gedə bilərsən 2-yə, amma məsləhət olar ki, onu 2-nin təkrarsız qüvvətlərinin cəmi kimi göstərəsən. Belə ki, 513-dən 512
Bir də 1 çıxa bilər ki, 512 2 9-dur, 1 isə 2 üstü 0-dır. Bu halda biz ən böyük qüvvətdən, yəni 9-dan ən kiçik qüvvətə 0-a qədər qeyd edirik. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1 və 0. Müvafiq olaraq 2 üstü 9-un olduğunu nəzərə alıq. 9-un altına 1 yazırıq, 0-ın altına 1 yazırıq. Qalanları hamısı 0 olacaq. Olar o qədər bizə önəmli deyil. Əsasında birlərin sayını soruşmuşdu ki, cavabımız olacaq Y variantı, yəni 2. Elektron cədvəlin xanasında nə saxlamaq olmaz? Elektron cədvəlin xanasında qrafik obyektlər saxlamaq olmaz. Çünki indi Excel açıb əyəni də göstərə bilərəm. Çünki əgər biz qrafik obyektlər əlavə etmək istəsək, o zaman nə baş verəcək? Bunu biz sizə insert tabından həyata keçiririk. O zaman xananı aktivləşdiririk biz. F2 düyməsindən də etmək olar mouse'dan da. O zaman bütün əmrlər hamısı pasiv olur. Gördüyünüz kimi. Demək ki, xana daxilində heç bir qrafik təsvir əlavə etmək olmaz. Maksimum nə əlavə etmək olar? Məsələn, simvolsdan klaviaturada olmayan simvolları əlavə etmək olar. Başqa heç birinə icazə verilmir. Yəni, heç bir halda icazə verilmir. Deməli, belə çıxır ki, cavabımız A variantıdır. Funksiyalar əlavə etmək olar, mətn olar, düstur olar, həqiqi ədədlər, yəni mənfi müsbət dəyərlər əlavə etmək olar. 30 nömrəli sualımız, kəsək sualımızı, burada çatışmayan müəyyən bir məsələ varmı? Qoy burada qalsın. Nəsə qaldı mı? Hə. Sadəcə ASCII ilə qeyd olunduğu, bir kilobaytla nəticəmizdən soruşur. Lap yaxşı. Deməli, sualımızın əsas lazım olan şeylər buradadır. 258 səhifəlik sənəddir. Bu 258 səhifəlik sənədin birinci səhifəsində və 258-ci səhifəsində 10 kilobaytlıq şəkil var. Deməli, 10 kilobayt burada, 10 kilobayt da burada. Yəni, bizim qıraqda 20 kilobaytlıq əlavə həcmimiz gözləsin. Qalan 256 səhifə üçün isə, geriyə qalan, həmin 256 səhifə üçün isə biz mətn versi tapacağıq. Mətn versi necə tapılır? Sətir sayı vurulur səhifə sayına, vurulur simvol sayına və vurulur bir simvolun yaddaş tutumuna. Bu da ASCII-dirsə 1 byte, Unicode-dursa 2 byte olur. Sətir sayı burada 32-dir, 2 üstü 5 kimi qeyd edirik. Simvol sayı 2 üstü 4-dür simvol, 16 simvol. Səhifə sayını biz özümüz əvvəldən bilirik. 256 səhifə idi, 2 üstü 8. ASCII olduğu üçün də 1 byte-a vururuq. Nəticənin sonunda bizdən kilobaytla istədiyi üçün aldığımız bax bu nəticəni 2 üstü 10-a böləcəyik. Çünki bilirsiniz ki, bilməyənlər üçün də deyim ki, byte-dan kilobayta keçmək üçün 2 üstü 10-a bölürük ədədlərimizi. 2 üstü 5 ilə 2 üstü 9 gələcək, ixtisar 2 üstü 8-dən də biri gedib 2 üstü 7 qalacaq. Yəni 128. 128 burada qalır. Kilobaytla 20 kilobaytımız da buradadır. 148 kilobayt. Bax, görə 148 cavablarımızda varmı? Əgər heç nə səhv eləməmişiksə olmalıdır. Bəli, A variantı bu sualın düzgün cavab variantıdır. 31 nömrəli sualımızdan davam edirik. Sual algoritmik struktura aiddir. Burada modifikasiyalı struktur da var gördüyünüz kimi. İndi biz sualımızı kəsdik. Davam edirik. Sual kəsildikdən sonra ilk öncə i-nin qiymətləri qeyd olunmalıdır. Belə ki, i-nin qiymətləri ilkin qiyməti 4-dür. Addımımız 3 olduğu üçün növbəti qiymətimiz 7-dir və burada da məsələ yekunlaşır. Çünki 7 üstə 3 10 eləyir. Bu bizim limitimizi aşır. Yəni limitimizin 9 olduğunu görürsünüz. Ortadakı ədəddə limiti bildirir. Deməli belə çıxır ki, bu 4 ilə 7 ilə məsələ yekunlaşmalıdır. I-nin 2 qiyməti var. F-in ilkin qiyməti də 1-dir. İndi biz gəlmişik burada hesablamaq üçün. F-in ikinci qiymətini hesab. F2 bərabərdir i, yəni əlimizdə olan ilkin i, yəni 4 plus 2 vur f, yəni 2 vur 1. F-in qiyməti artıq 6-dır. Biz yenidən qalxırıq yuxarı, bu dəfə i-nin 7 qiymətini götürürük. F3-ü axtarırıq. F3 bərabərdir i, yəni 7 plus 2 vur f, yəni 2 vur 6. 2 dəfə 6 12, o da 7 19 edir. Yəni qalxırıq yuxarı, baxırıq daha götürəsi bir ədəd yoxdur, gəlib düşürük bura. F kiçik bərabərdirmi i-dən? F-imiz 19-dur. 19 kiçik bərabərdirmi 7-dən? Təbii ki, yox. Onda yeni f tapılır. Yeni f bərabərdir. Əlimizdə olan f, yəni 19, çıx i-nin son qiyməti, yəni 7. F olur 12.
Qalxırıq yuxarı yenə. Soruşur f kiçik bərabərdirmi i-dən? Yəni 12 kiçik bərabərdirmi 7-dən? Yenə yox. Bu dəfə növbəti f çıxır ortalığa. Təzə f bərabərdir. Əlimizdə olan son f, yəni 12 çıxılsın yenə i-nin qiyməti. Bu da bizə verər 5. F 5-dir. I də ki 7-dir. Yenə qalxırıq yuxarı. F kiçik bərabərdirmi i-dən? Bu dəfə hə və gəlirik bura. Təzə f bərabərdir. F vur i. Yəni 5 vur 7 35. Sonda da çapa gedirik. D variantını əldə etmiş şəkildə. 32 nömrəli sualımız MS Word-də kombinasiyalar. Enter düyməsi Word-də. Bax, hal-hazırda biz Word-də hər hansı abzasın daxilində dayanmışıq. Enteri sıxmaqla bir abzas 2 abzasa parçalanır. Deməli, belə çıxır ki, burada Enter düyməsi yeni abzasa keçmək üçündür. Yəni, Y variantı. Ya da deyərlər, növbəti abzasın əvvəlinə keçir. Bu da ola bilər. Birə deyərik Y variantı. Shift Enter nə üçündür? Shift Enter yeni abzas yaratmadan elə əvvəlki abzasın növbəti sətrinə keçmək üçündür. Bunu biraz əyani göstərmək lazımdır. Məsələn, biz bayaq Enter basmışdıq, belə bir görüntü almışdıq. İndi isə Shift və Enter'i basırıq. Bu zaman elə həmin abzasın içində növbəti sətrə keçirik. Deməli, belə çıxır ki, 2-yə də deyərik, yeni abzas yaratmadan yeni sətrə keçir. B variantı. Qaldı Ctrl-Enter, kursorun dayandığı yerdən etibarən mətn fraqmentinin qalan hissəsini növbəti səhifəyə keçirir. Yəni, kursorla birlikdə kursordan sonraki fraqmenti növbəti səhifəyə keçirir. Gördüyünüz kimi, deməli, Ctrl-Enter-də yeni səhifəyə keçidi təmin edir. Yeni xanaya keçmək cədvəl daxilində tab düyməsi ilə icra olunur. Çox səviyyəli siyahılarda da aşağı səviyyəyə keçmək üçün yenə tab düyməsindən istifadə olunur. 1Y, 2B, 3D-dirsə cavab Y variantıdır. 33 nömrəli sual. Word proqram pəncərəsində vəziyyət sətrində hansı görünüş rejimləri qeyd olunur? Burada Web Layout, Print Layout və Print Layout, Read Mode üzr istəyirəm və Read Mode qeyd olunur. Söhbət nədən gedir? Bax, deməli, pəncərənin aşağı zolağı, bax, bu gördüyünüz hissə vəziyyət sətri sayılır. Burada 3 görünüş rejimi var. Read Mode, Print Layout və Web Layout. Geriyə qalan 2 görünüş rejimi, yəni Outline və Draft isə vəziyyət sətrində görsənmir. 34-cü sual. Bu sualda kəsirik. Bir klasterimizin həcminin 4 kilobayt olduğunu nəzərə saxlayırıq. 10 kilobayt faylın orijinal həcmidirsə, bunun üçün bizə 1, 2 və 3 ədəd dördlük klasterə ehtiyac var. Yəni 10 kilobayt orijinal həcmi olsa da, o yaddaşda 12 kilobayt yer tutar. Bu 1. İkinci məsələ. Əgər 7 kilobaytdırsa, bunun üçün bizə 2 dənə dördlük klasterə ehtiyac var. Deməli, orijinalı 7 olsa da, diskdə 8 kilobayt yer tutar. Və 11 kilobaytdırsa, bizə neçə 4 lazım olar? 1, 2, 3. Yenə də, təbii ki, 12 kilobayt yer tutar. Bu faylları yerləşdirmək üçün klasterlərin sayını soruşur. Sadəcə yəni onu soruşur. Bizdən 3 klaster, 6, o da 2, 8 klasterə ehtiyacımız var. A variantı düzgün cavabdır. 35-ci sual. Enerjidən asılı olmayan, amma daxili yaddaşları seçin. Daxili yaddaşlar ümumi 6 dənədir. Register yaddaş, cache yaddaş, VRAM, yəni video yaddaş və təbii ki, RAM əməli yaddaş. Ondan əlavə 2 dənə də varımızdır. ROM, bayaq səsləndirdim və EEPROM, yəni flash yaddaş. İlk 4-ü enerjidən asılıdır, həm də daxilidir. Son ikisi enerjidən asılı deyil, amma daxilidir. C variantı. Amma xarici yaddaşların heç biri enerjidən asılı deyil. 36-cı sual. Hansı Animation Lens tabında yerləşmir? Deməli, Animation Lens tabının içərisində trigger görə bilərsən. Bu slide obyekti üçün xüsusi başlama forması təyin edir. Action Insert-də yerləşir. Slide obyektinə müəyyən hərəkət icrası təyin edir. Preview doğrudur. Verilmiş animasyon effektə ön baxışı təmin edir. Bu preview isə transitiondadır. Slayda verilmiş animasiyanın, yəni keçidin ön baxışını təyin edir. Add Animation yenə Animation tabında mövcuddur. Reverse Timing Slide Show-dadır.
2, 4 və 6 C variantı. Gəlin birlikdə bir baxaq. Baxın, bu bizim sistem PowerPoint keçək. Animation'ın əmrləri. Preview, ön baxış, bu da animasiyalar. Add animation, animation pane, trigger, animation painter, start, duration, delay, reorder animation. Bunlar animation'da yerləşənlər idi. 37 nömrəli sualdan davam edirik. Burada uyğunluğu müəyyənləşdirin. Maple proqramı riyazi, iqtisadi, statistik məsələlərin həlli üçündür. Tətbiqinin üsul yönlü bölümünə aiddir. K deyərsən A variantı. Algol proqramı və Java yuxarı səviyyəli proqramlaşdırma dilidir. Bunlar da instrumentaldır. B ilə C-yə uyğun gələcək. PC Shell baza proqramıdır, örtükdür. D-yə uyğun gələcək. Operada qlobal kompüter şəbəkəsi browser olmaq sürəti ilə tətbiqiyə aiddir. Deməli 2-yə həm də Y uyğun gələr. 1BS, 2AY, 3D, C variantı doğru cavabdır. 38 nömrəli sualımızı kəsirik. Hesablama əsaslı sualdır. Onluq say sistemində verilmiş dəyər ikiliyə çevrilərsə, o zaman sıfırların sayı birlərin sayına nə qədər çox olar? Baxın, 4 vur 16 üstü 5. Elə çox da uzatmıram, ikiliyə də heç gətirmirəm. 16-lığa gətirib sonra çevirərəm ikiliyə. Yəni, lap belə qısa yoldan getmirəm də, uzatmıram dedim. Yəni, qısa yoldan getmirəm də, uzun yoldan gedirəm ki, tam sizə bəlli olsun. Və 16-lıq say sisteminə çevirmək lazım olanda ən böyük qüvvətimiz 5-dir də. 5-dən 0-a doğru yazırıq. 5, 4, 3, 2, 1, 0. 16 üstü 5-in əmsalı 4-dür. 16 üstü 2-nin əmsalı 12-dir. Üzrəm, 2-nin əmsalı idi. 2-yə yazmaq lazımdır. 2-nin əmsalı 12-dir. 12-ni də hərf kimi yazsan da, əgər 10A-dırsa, 11B-dirsə, 12-yə C demək olar. Və 16 üstü 0-ın əmsalı da 1-dir. Bura qeyd edirik. Qalanlardan 0 yazırıq. Bax, bu gördüyümüz ədəd artıq 16-lıq say sistemində olan bir ədəddir. Bunu ikiliyə çevirib, orada birlərin sayına, sıfırların sayını müəyyənləşdirib, sonra danışacağıq. İkilikdən də 16-lığa çevirmək üçün qaydamız budur. 8, 4, 2, 1-i qeyd edirik. Verilən ədədləri isə, verilən ədədin içindəkiləri isə sıra ilə qeyd edirik. Yəni, şaquli istiqamətdə. 4, 0, 0, C, 0, 1. 4-ü almaq üçün belə eləyərik. 0, 1, 0, 0. 0-ı elə 4 dənə 0-dan alıram. Yenə 0-ı 4 dənə 0-dan alıram. C 12-dir, 8-dən 4-dən alıram. Yenə 4 dənə 0 burada. 1-i də alıram 0, 0, 0, 1-dən. İndi sıfırlarımızı sayırıq. 3, o da 4, 7, 9, 13, 17, 20. 20 dənə 0 var bizdə. Birlər də görürsünüz də 1, 2, 3, 4 dənə də 1 var. Deməli, belə çıxır ki, 16 dənə burada sıfırlarla birlər arasında fərq var. Cavabımız B variantı. Növbəti 39-cu sualdır. Sualımızı kəsək. Aşağıdakı cədvəl fraqmentinə əsasən A6 xanasının nəticəsini müəyyən edin. Sadə sualdır. Count if şərt əsasında saymaq anlamına gəlir. A2, D5 diapazonu. Baxın, A2 diapazonuna, A2 xanasına bir plus qoyuruq, D5-ə də bir plus qoyuruq. Sonra onları düzbucaqlı şəkildə birləşdirərək biz diapazonu formalaşdırırıq. Formalaşdırdığımız diapazonda biz 20-dən böyük olan dəyərlərin sayını tapmalıyıq. 1 elə 34, 1, 2, 3, 4, 5, 6, 7, 8. Düzgün cavabımız 8-dir. Burada 20-dən böyük ifadəsini burada bu formada da veriblər ki, tələbələr ona çaşsınlar. Diqqətli olun. Bu ifadənin mənası odur ki, 20-dən böyük olan, nəticəsi 20-dən böyük olan xanaların sayını tapmaq lazımdır. Cavabımız da B variantıdır. 40 nömrəli sual slayd obyektlərinə verilən animasiyanın növü deyil. Bu sualın düzgün cavab variantı D variantıdır. Nəyə görə? Çünki exciting transition'a aiddir və slide obyektlərinə yox, slide'ın özünə verilən animasiya effektinə aiddir. Yəni, subtle, exciting, dynamic content. Amma slide obyektləri üçün animation'da 4 dənədir. Entrance, emphasis, exit və motion pass formada. Deməli, belə çıxır ki, cavabımız D variantıdır. Son 5 sualımız isə açıq tipli test tapşırıqdır. Birinci sualımız Excel ilə bağlıdır. Sevilən sual tiplərindən biridir, dostlar. Tez-tez belə suallar gözlənir. Qəbulda da görsənir, görürük.
A2, S2 diapazonunda hansı xanalar olduğunu öncədən müəyyən etməyi və bilməliyik. A2, S2-də varımızdır A2 sırası ilə B2 və S2. Biz bilməliyik ki, Excel-də diaqram qurularkən saat əqrəbi istiqamətində qurulur və mərkəz nöqtə olaraq bura götürülür. Ona görə də əgər xanalarımız ardıcıllıqla A2, B2, S2-dirsə, deməli A2 buradır, B2 buradır, S2 də buradır. Bu çox kiçik bir detal olsa da bizim işimizə çox yarayacaq birazdan. Deməli biz hələ hesablama aparmamışıq, amma bilirik ki, A2 və B2 bir-birinə bərabərdir, S2 onların 2 qatıdır. Biz S1 xanasını bilmədiyimiz üçün B2-ni hesablaya bilmirik. X-i də S1. Elə onu axtarırıq. Amma A2-ni və yaxud da S2-ni tapa bilərik. Gəlin elə S2-ni tapaq. S2 bərabərdir B1 vur A1. Yəni 5 vur 2. 10. Bir də vur 2, 20. Deməli bizim S2 xanamız, yəni bax bura 20-yə bərabərdir. Və bizə məlumdur ki, əgər bura 20-dirsə, A2 10 olar, B2 də 10 olar. Çünki şəkil göstərir ki, onlar onun yarısıdır. Deməli belə çıxır ki, biz S1-i tapmaq üçün B2 xanasını 10-a bərabər eləməliyik. Onun üçün də mötərizə açırıq. S1 vur A1, yəni S1 X-dir, A1-imiz də 2-dir. 2X plus 2 bərabərdir 10. 2X bərabərdir 8, X bərabərdir 4. Sən demə S1 xanasının qiyməti 4 imiş. 42 nömrəli sual. Tətbiqi proqram təminatına aiddir. Proqramlaşdırma sistemləri instrumentaldır. Səs redaktorları, yəni səsə qulaq asmaq üçün olan proqramlar. Düzdür, var. Multimedia məzmunları üçündür. Mühasibatlıq doğrudur. Fayl menecerləri sistemin servis qoluna aiddir, utilitlərə aiddir. Xidməti proqramlar sistemin servis qoluna aiddir. Expert doğrudur. Cədvəl redaktoru doğrudur. Driverlər də sistemin servis qoluna aiddir və utilitdir. 2, 3, 6, 7 düzgün cavabdır. 43 asan sualdır. A5, S8 diapazonuna neçə xana daxildir? A, B, S bizim sütunlarımızdır. Sətirlər də axırıncı rəqəmdən əvvəlkini çıxıb üstünə 1 gəlir. 8 çıx 5 plus 1. Bu da 4 edir. Deməli 3 sütun, 4 sətir. Deməli neçə xanadır? 3 vur 4, 12 xanadır. Tətbiqi proqram təminatına daxildir. Əməliyyat örtükləri sistemin baza qoluna aiddir. Optimallaşdırma da sistemin servis qoluna. Web browser və inteqrallaşmış paketlər düzgün cavabdır. 3-4. Səhv etmirəmsə 2021-ci ilin qəbul sualıdır bu. Birinci cəhd. Və nəhayət sonuncu sual. Hansı qrafik obyekt nəyə uyğun gəlir? Word art dekorativ mətndə adlana bilər, müxtəlif dizaynlı mətndə adlana bilər. Söhbət gedir insert tabının bax bu əmrindən. Word art. Budur. Deməli, 1-ə uyğun gələcək Y variantı. Smart art ağıllı təsvirdə demək olar, fiqur sxemdə demək olar. B variantı. Söhbət gedir nədən? Bax bu smart art əlavəsindən. Üçüncüsü də linkdir. Link də xarici kesid anlamına gəlir. Yəni web səhifəyə, şəkilə və yaxud hər hansı bir proqrama yönəlmiş hiper əlaqə yaratmaq üçündür. Kombinasiyası da Ctrl-Q-dur. Bu da C-dir. Office kolleksiyasından şəkillər artıq Windows o Word-ün 2010 versiyasında qaldı. Buna clip art deyirdilər əvvəllər. Var idi belə bir şeylər. İndi bu dəqiqə yoxdur. Layout tabı da cədvəl əlavə edəndə açılır. Deməli belə çıxır ki 1Y, 2B, 3C-dir. Beləliklə sınağımızın izahını yekunlaşdırırıq. İnşallah növbəti sınavda görüşənə qədər.